Hər kəsə salam. Reklam nəsə məni cəlb etməli. Reklamçılar tez-tez belə fikirlərlə üzdə qalırlar. Bu fikirləri əsasən də müdirlərin dilindən eşidirik. Bəs reklam müdirləri cəlb etməlidirmi? Bir mənalı desək, əgər hədəf kütlədə müdir varsa, bəli. Bir çox hallarda müdirlər bu hədəf kütlədə olmur. Agentliklər isə müdirlərə xoş gəlsin deyə onları razı salacaq reklamlar hazırlayırlar. Nəticədə həmin müştəri 3 ay, 5 ay, 6 ay sonra itirilir. Bu müdirlərin nazı ilə oynamasaq, sonuncu müştərinin istəklərinə uyğun reklamlar hazırlasaq, həmin şirkətlərlə əməkdaşlıq uzunömürlü olur. Burada ikinci bir məsələ ortaya çıxır. Müdirlə məsələni necə həll etməli? Çox çətin məsələdir. Amma bəzən həll yolu var. İndi sizə danışacağım кейsdəki kimi. Deməli, reklamçı dostlarımızdan biri hamam aksesuarları satan şirkətə xidmət göstərir. Hazırladıkları reklam müdirin xoşuna gəlmir, etirazını bildirir. Həmin vaxt reklamçı dostumuz ona unikal bir cavab verir. Müəllim, siz unitaz satırsınız. Bəs satdığınız bütün unitazları özünüz mü istifadə edirsiniz? Bu sualın qarşısında müdir deyəcək söz tapmır. Bəs siz necə edirsiniz?